Salam, hər vaxtınız xeyir olsun. Gözəl insanlar, gözəl yoldaşlar, gözəl kənd əhli. Baxın, bu günləri ayın 11-i fevral 2026. Gözəl qar yağır. Nəyi var? Qardakı həmişə deyirlər ki, kənd təsərrüfatının yorğanıdır və məhsuldarlıqdan xəbər verir. Əgər qar varsa məhsuldarlıq var. Çünki bütün bitkilər o istənilən o şaxtanı qəbul edəndən sonra məhsuldarlığın 1-ə 5 yoxu 1-ə 10 artırırlar. Əgər şaxtanı görməyəndə ilimiz bitkilər o şaxtanı görməyəndə nə baş verir? Məhsuldarlıqdan söhbət gedə bilməz. Amma hal-hazırda elə bir gözəl qar yağır. İndi bunun axşamı şaxtası olacaq. Şaxta da olanda kənd təsərrüfatı, yəni bütün bitkilərinə onun xeyri var. Söz yox, ziyanında var, indi müəyyən fəsadlar var, budaqlar sınır, əzilir. O cümlədən bizlər görürsünüz də bükmüşük, bu mandarindir, xeyxoları bükmürük, limonları da bükürük hər biri. Şaxtadan bunları mühafizə edirik. Amma onlara 3-4 dəqiqə çox yox, heç olmasa bir yarım saat müddətində şaxta dayanda onlar məhsuldarlığı çox olur və onların yarpaqların altında, gövdələrin altında olan həşəratlar ki var, mənənələr, qənələr, bunlar hamısı tələf olub gedirlər. Bu da mənim arı bağımdır, arıçılıqda. Hal-hazırda arılar qış yuxusundadırlar. Yəni, elə bir şeydir ki, Allah Teala bunlara belə bir gözəl ömür verib ki, bunlar o qış yuxusuna gedirlər. Qış yuxusuna gedən zaman ancaq orada gənc arıları orada da saxlayırlar, onları tələf olmasına qoymurlar. Və onlar nəticədə yeni ildə, yəni mövsümdə həmin gənc ailələr nəsil davam edirlər. Ana arındakı demək olar ki, 100% mühafizə edirlər ana arını, ortada saxlayırlar və yəni tələf olmasın, ona görə onu müdafiə edirlər soğuqdan. Əlbəttə ki, qar həmişə xeyirli, bərəkətli olub. Hal-hazırda da bizdə cənub bölgəsində, Masal rayon qar yağır, necə deyərlər, belə gözəl qar yağır, hər tərəfli. Ümid edirəm ki, bu illəri bizim məhsuldarlığımız çox gözəl olar. Əlbəttə ki, bütün mütəxəssislər, kənd təsərrüfatı mütəxəssisləri, o cümlədən yaşlı başlı təsərrüfatla məşğul olan insanlar həmişə belə hadisələri qeyd edirlər və bu qarın belə yorğan olması, torpağın yorğanı deyirlər də qarın, yorğan olmasının həmişə gözəl nəticələri olub. Söz yox, fəsadları da yenə deyirəm, fəsadları ola bilər. Amma bir şey var ki, fəsaddan çox xeyri var. İnşallah ümid edirəm ki, həmişə belə gözəl təbiət öz töhfəsini biz xalqa verər. Allah Teala da özü yaratdığı bəndəsini hər tərəfli qidalandırar. Hal-hazırda bir dəqiqə indi quşlar üçün problemdir. Onların da rüzsün Allah Teala verir. Ağacların gövdələrində olan və yaxud da meyvələrin, tumurcuqların, güllərin, otumların ondan qidalanırlar. Necə deyirlər ki, Allah Teala hər bir yaratdığı bəndəsinin, hər bir yaratdığı necə quşun, canlının demək olar ki, öz rüzsün verir. İnşallah bizlər də fəxr edirik ki, bizim cənub bölgəmizdə həmişə qış fəsli yerində olur, yaz yerində olur və yay da öz yerində olur. Gözəl yayımız olur, gözəl qışımız olur. Mən də kənd təsərrüfatından məşğulam. Burada bizim kənd təsərrüfatına aid olan avadanlıqlardır. Yəni perforlar həmişə bizlərə lazım olur və o cümlədən yenə bunu təkrar göstərirəm. O limon ağaclarını ki biz bükürük, onları bükməsəkdə tələf ola bilər. Hər kəsə can sağlığı, uzun ömür arzulayıram. Qoy elə bütün uğurlar sizlərin, bizlərin olsun. Allahdan arzu edirəm ki, bütün əhalimizə, bütün Azərbaycan xalqına bol ruzu, bol bərəkət və gözəl günlər arzulayıram. Sağ olun, var olun. Hörmətlə Cənub Regional Masal Təşkilatının
Sədri Nazim Eyniyev.